Amerika Birləşmiş Ştatlarının təzyiqi təkcə Kuba ilə məhdudlaşmır. Vaşinqton hazırda digər tarixi rəqibi olan İranı da sıxışdırıb, rəsmi sənəd imzalamağa məcbur etmək istəyir. Birləşmiş Ştatlar prezidenti Donald Trump bəyan edib ki, İran ordusu artıq tamamilə gücdən düşüb və Tehrana razılıq üçün son bir şans verilir. Danışıqlar aparılsa da Hürmüz boğazında hərbi gərginlik pik həddədir. İranda hər şeyin məhv olduğunu gördünüz. Onların donanması, hərbi hava qüvvələri. Demək olar ki, hər şey məhv edilib. Yeganə sual budur. Biz gedib işi tamamlayaq, yoxsa onlar bir sənəd imzalayacaqlar. Görək nə olacaq. Biz yalnız bir şans verəcəyik. Trump onu da deyib ki, İran sazişi imzalamadığı müddətdə sanksiyalar məsələsində güzəştə getməyəcək. Al-Arabiya telekanalı isə məlumat yayıb ki, növbəti danışıqlar raundu mayın sonunda və yaxud iyunun əvvəlində baş tuta bilər. Hazırda Vaşinqton və Tehran arasında mümkün razılaşmanın yekun mətni üzərində iş aparılır. Tərəflər danışıqlar niyyətində olsa da gərginlik səngimir. ABŞ dəniz piyadaları Oman körfəzində İran bayrağı altında üzən kommersiya tankerini saxlayıb. Birləşmiş Ştatların mərkəzi komandanlığından bildirilib ki, yoxlamadan sonra sərbəst buraxılan tankerdən hərəkət marşrutunu dəyişmək tələb olunub. Hörmüz boğazı ilə bağlantısı olan Oman körfəzi İranın xarici ticarətində mühüm nəfəslik rolunu oynayır. Ekspertlər deyir ki, hazırda bu dar su yolu qarşıdurmanın mərkəzinə çevrilib. Hazırda gəldiyimiz nöqtədə əsas məsələ budur ki, İranlılar boğazın açılmasına icazə verməsə və ABŞ-nin bunu hərbi yolla açmaq imkanının olması nəzərə alınsa, o zaman gəmilər ya İran hökumətinin keçidə icazə verməsini, ya da İran və ABŞ arasında onların boğazdan çıxmasına imkan yaradacaq hansısa razılaşmanı gözləməli olacaqlar. Bununla İranlılar tək təhlükəsizlik nəzarətinə malik olmurlar, həm də bundan iqtisadi və siyasi vasitə kimi istifadə edəcəklər. Yəni, məsələ yalnız iqtisadi və ya təhlükəsizlik məsələsi deyil, həm də siyasi məsələdir. Tehran isə Vaşinqtonla 14 bəndlik təklif üzərində müzakirələri davam etdirir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai açıqlama verib. İranın Tasnim agentliyi isə Vaşinqtonun Pakistan vasitəçiliyi ilə Tehrana yeni mətn göndərdiyini yayıb. İddiaya görə İran hazırda təqdim olunan sənədi nəzərdən keçirir. Lakin hələlik cavab verməyib. İran və ABŞ təklif məsələsində təklif oyunu oynayırlar. Bu bir təklif sürür və vaxt uzanır. Vaxtın uzanmasından daha çox ziyanı İran tərəfi görür. Çünki iqtisadiyyata ciddi şəkildə ziyanlar olur və s. İranı bu məsələdə belə arxain göstərən və müəyyən mənada daha israrlı davranmış göstərən isə Çinin onun arxasında dayanmasıdır. Tehran bu yolla həm də aralıq seçkiləri ərəfəsində Trumpa və komandasına çətinliklər yaratmağa çalışır. Lakin Birləşmiş Ştatların əsas silahı İrana qarşı sanksiyalardır. Bir tərəfdən də Hörmüz boğazının bloklanması iqtisadiyyatın tamamilə çökməsini sürətləndirir. Vaşinqton bu yolla gücdən düşən zəif bir İran görmək istəyir. Və belə bir İranın mövcudluğu həm ABŞ üçün, həm İsrail üçün daha, hətta həm Çin üçün daha sərfəlidir. İsrail və ABŞ regionda təhlükəsiz və dişi yox bir İran İslam Respublikası əldə edir və bütün şərtləri qəbul edə bilər. Çin isə İranın bütün var dövlətin sorub apara bilər. Məsələn, nefti daha ucuz qiymətə ala bilər. Ekspertlərə görə tərəflərin hərbi ritorikadan istifadə etməsi razılığı çətinləşdirir. Hazırda həm Vaşinqton, həm də Tehran yol ayrıcındadır. Tərəflərin danışıqlar masasını, yoxsa hərb meydanını seçəcəyinə dair qeyri-müəyyənlik hələ bir müddət də davam edə bilər.